Salam dəyərli izləyicilər. Həmçinin burada soruşur ki, Misir Fironu 2-ci Ramzesin 24 metrlik heykəlinin qoyulduğu məbədin ərazisi təbii ki, Nubiya ərazisidir. Nubiyada Misrə yaxın olan bir ərazidir. Burada da görürsünüz Nil çayının sahilində 5 rəqəmi göstərilmiş ərazidir. Burada da Y variantı uyğun cavabdır. Növbəti sualda qeyd edilir ki, Qədim Misir və Qədim Şumerlərə aid ortaq cəhət. Tarixdə iki yazılı qanunların yaradılması Şumerə aiddir. A bəndi gedəcək deməli 1-ə. Şəkli yazıdan istifadə hər ikisinə aiddirlar. Sonra ilk dəfə Tunc əleyhlərinin hazırlanması da Şumerlərə aiddir. Hieroglif yazı Misirdə meydana gəlib. D bəndi gedəcək 1-ə. Su saatı da Misirə aiddir. Y bəndi də gedəcək 1-ə. Deməli 1-də D olmalıdır. 2-də AC, 3-də B. Doğru cavabımız A variantında göstərilib. Diqqətinizə görə təşəkkür edirik.